Sabahınız xeyir olsun dostlar. İnşallah yaxşısınız. Səhər açılarından bütün WhatsApp'ım, direktim patlayır ki, ay aman Şəbnəm Tozlu'nun meneceri Şahane bütün televiziyalara, aparıcılarına, əsas da ki, indi orada söhbət məndən və Zarurdan gedir, qadağa qoyub ki, Şəbnəm Tozlu'nun meneceri olarak mən susurdum. Bugündən susmuram, danışıram və icazə vermirəm. Düz mən Şahane ilə telefonda danışdım. Şahane'nin xətrinə, Şəbnəmin xətrinə, orada bəzi şeyləri YouTube'dan çıxartdım, amma xahişdə çıxartdım bunu. Çünki dostlarımızdır. Amma nə Şahane, heç Şəbnəm Tozlu özü belə Azərbaycanda mediaya qarşı çıxıb da ki, müğənnimin adı çəkilməsin deyəcək bir anlam yoxdur. Heç bir məhkəmə orqanı, heç bir mediasiya, heç bir dövlət qurumu Şəbnəm Tozlu'nun müzakirəsinin qarşısını almağa belə bir qadağa çıxarda bilməz. Yalnız və yalnız şərəf və ləyaqətinin toxunulmazsa, ailə sirri varsa ya da şəxsi həyatın sirri varsa onu açıqlayarsa, onda da problem var. Misal üçün, biz Şəbnəm haqqında illərlə bəzi müzakirələr edirik və bu bütün mediaya ya da ki Vəfa haqqında ya da Ülviyə haqqında ya da nə bileyim Aygün xanım haqqında fərqi yoxdur. Biz bunları müzakirə edirsə heç kim çıxırıb deyə bilməz ki, mən qadağa qoyuram. Yəni bu Video Corp şirkəti deyil, bu televiziyadır və Azərbaycan media haqqında qanunlar var, o ilə tənzimlənir və Şahaneyə birçokları yazıb orada ki, düz elədiniz, axır ki, kimlərinsə ağzını, bizim ağzımızı devlətdən başqa heç kim yuma bilməz. Şahane ilə də problem yoxdur, amma mən indi bax gedib efirdə Şəbnəm Tozlu'dan danışacağım. Şahane gəlsin Bakıya və Şəbnəmlə, getsin məhkəməyə, desin ki, biz qadağa edirik, Şəbnəm Tozlu'nun adını çəkməyik. Onda bütün televiziyalar yığışsınlar, Şəbnəm Tozlu'nu kütləvi şəkildə efirlərə dəvət eləməsinlər ki, ya da Şəbnəm desin ki, mən heç vaxt Azərbaycan televiziyalarına, özel kanallara çıxmayacağım, ona görə də mənim adımı heç kim də çəkməsin. Belə bir tədbirdə biz də onun adını adlandırmarıq. İndi orada görə biz qalib gələcəyik, yoxsa onlar.